Azərbaycanda əslində kənd təsərrüfatının ən böyük problemlərdən biri kadr çatışmazlığı ilə bağlıdır. Belə ki, Azərbaycanda əslində kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərən universitetlər, ixtisaslar var. Amma onların bir çoxu kadr kimi inkişaf etdirməkdə çox da maraq göstərmirlər. Mənim şəxsi düşüncəmə görə bu ümumi sektorun cazibliyi ilə bağlıdır. Ümumi sektor gənclərə bir çox hallarda cazib görünmür. Çünki onlar düşünürlər ki, kənd təsərrüfatı daha çox ənənəvi vasitələrləndir, daha çox belə fiziki əmək cəlb eləyir. Amma bugün kənd təsərrüfatı daha çox texnologiyadan istifadə edən, daha çox avtomatlaşdırmaya önəm göstərən, daha çox data analitikasına məşğul olan sahələrdən biridir. Ona görə də bu sahənin cazibliyinin olması gənclərin bu sahəyə marağını artıracaq. Çünki Azərbaycanda gənclər və ümumi əhali kənd təsərrüfatını dediyim kimi daha çox ənənəvi üsullarda görürlər və statistikaya da baxanda kənd təsərrüfatında çalışan əhali ümumi əmək haqqı fondunun 40% aşağısında vəsait qazana bilirlər. Yəni o da bu sahənin maddi baxımdan gəlirli olmadığını göstərir. Amma son illər Azərbaycanda müasir şirkətlərin yaranması bu sahəyə cazibliyi artırır. Azərbaycanda artıq bu istiqamətdə də yüksək rəqabət qabiliyyətli şirkətlər var. Əmək fondu yaranıb və ciddi şəkildə mütəxəssis heyətinə ehtiyac var.